Azərbaycan Həmkarlar İttifaqı Respublika Federasiyasının sədri Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri cənab Araz Paşayeva, Ağstafa rayon təhsil işçiləri adına dərin təşəkkürümüzü bildiririk. Bugün Ağstafa Qubada. Bugün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsi olaraq təhsil işçilərimiz Qubada, Nazlıbulaqda istirahət etdilər. Xoş istirahət üçün əmək olan hər kəsə təşəkkür edirəm. Yoldaşlarımızın çox gözəl istirahət təşkil elədiyimizə görə hamımıza əmək keçən, zəhmət keçən bütün işçilərə təşəkkür edirəm. Çox Gözəl gəzintiyi və təşkil etdiyiniz üçün Elmira xanıma təşəkkür edirəm. sizə işlərin təşəkkürünüzü bildirirəm. İlk sədri Ayaz Paşayeva və Ağstafa rayon Həmkarlar İttifaqının sədri Elmira xanıma təşəkkür edirəm. Bizə bu xoş günü yaşadan hər kəsə təşəkkür edirəm. Gözəl günü bizə yaşatdığınız üçün